Hörmətli izləyicilərimiz, bu əldən xoş gördük hər birinizi. Bulvara piyada 5 dəqiqəlik sahil metrosuna 4 kilometr məsafədə olan 163 nömrəli məktəbin tam yanında yerləşən 2 otaqlı, qanuni 2 otaqlı mənzilimiz hal-hazırda satışdadır. Havalandırması superdir, yerləşmə yeri ideal, rahat şəkildə avtomobilinizi parkinq eləyə bilərsiniz. 3 mərtəbəli Stalinka layihəli binanın 2-ci mərtəbəsində yerləşir. Yel çəkəndir, həyəti kifayət qədər genişdir, çox sakit ərazi yerləşir. Ətrafında 163 nömrəli məktəb, uşaq bağçaları, iri marketlər, avtobus dayanacağı yaxınlıqdan keçir. İçərisi ilə ətraflı şəkildə tanış olaq. Elektrik xətləri mərkəz bu istiqamətdə yığılmışdır. Domofonun xətti, dəhlizimiz mövcuddur. Burada qapıları yenidir. Türk istehsalı qapılardır. Gördüyünüz kimi qonaq otağı kifayət qədər işıqlıdır. Tavanı hündür, rəngi açıq, təmirdən sonra yaşayış olmayıb. Qeyd edelim ki, 60 kvadrat sahəyə malikdir. Tam əşyalı satılır. 60 kvadrat olmağına baxmayaraq kifayət qədər böyükdür sahəsi. Həyətinə baxan pəncərəsi, havalandırması əladır. Evin içərisinə bütün istiqamətlərdən işıq düşür. Rahat şəkildə 3 otağa düzəldə bilərsiniz. Eyvan olan isə eyvandan yataq otağına qapı olub, bu bağlanılıb. İstəsəniz astıra bilərsiniz. Bu istiqaməti istəsəniz mətbəx eləyərsiniz və yaxud da ki, uşaq bağçası kimi də nəzərə tutmaq olar. Pəncərə cəhətdən heç bir problem yoxdur. Havalandırma cəhətdən heç bir problem yoxdur. Qiyməti start olaraq 175 min manat nəzərə tutulub. Real alıcıdan danışıb razılaşmaq olar. Eyvanda yerləşdirilmiş kiçik ölçülü şkaf, nisbətən xırda əşyalarınızı yerləşdirməyə tam şərait mövcuddur. Fürsət dəyərləndirin. Bir daha qeyd edirəm, tam təmirli, tam əşyalı satılır. Yel çəkən, dənizə panoraması, avtomobil parkinq üçün olan sahə. Keçid alacaq yataq otağına. Sənədi çıxarış, eyni zamanda texpasport da var. Stalinka layihəli binadır. 3 mərtəbəli binanın 2-ci mərtəbəsi. Kamin həm yataq otağına düşür bir istiqaməti, həm də ki qonaq otağına. Yəni sidilməsində heç bir problem yoxdur. Yataq otağından həyətə baxan pəncərəmiz. Yataq otağımız kifayət qədər genişdir. Keçid alaq mənzilimizin mətbəxinə. Mətbəximizin kvadratı normal, işıqlandırma üçün pəncərəmiz, tavanı hündür. Bahalı mətbəx mebeli yığılıb və tam əşyalı satılır. Soyuducu, paltaryan, ümumiyyətlə nə görürsünüzsə hamısı 140 min manata daxildir. Tam çıxarışlı, ipotekaya tam yararlı. Son olaraq keçid alaq mənzilimizin sanitar qovşağına. Sanitar qovşağın kvadratı yaxşı, su qızdırıcı üçün ariston yerləşdirilib. Burada paltaryan hamamda yerləşdirilib. Duş kabinimiz mövcuddur, kvadratı yaxşı, tavan kifayət qədər hündür. Eyni zamanda su bakına kimi mənzilimizdə mövcuddur. Mənzilin qiyməti start olaraq 175 min manat nəzərə tutulub. Real alıcıdan danışıb razılaşmaq olar. Bayıla yaxın ərazidə Əli Nəzmi küçəsində 163 nömrəli məktəbin yanında.